Saatın iri kəfgiri hərəkət etdikcə otağa ahəngdar çıqqıltı yayılırdı. Burada başqa təsiqala bənzəyəcək söz olmadığı üçün A variantına baxmırıq. Cavab variantları sırasında A-nı götürə bilmərik. B variantına baxaq. Rəsmi bir şəxs bildirmişdi ki, burada şübhəli işlə məşğul olurlar. Burada rəsmi sözü təsdiq hala bənzəsə də şəkilçisi, amma biz cümləyə baxsaq görərik ki, rəsmi sözü burada sifət mövqeyində istifadə edilmişdir. Rəsmi şəxs, hansı şəxs? Bu səbəbdən də rəsmi sözü isim olmadığı üçün burada biz bu varianta da baxa bilmərik, çünki bu variantda təsdiq halı isim yoxdur. C variantına baxaq. Xahiş edirəm, buradakı həyat tərzi və yaşayış haqqında danışasınız. Həyat tərzi sözündəki i mənsubə şəkilçili sözdür, çünki özündən əvvəl yəlik hallı söz gəlmişdir və yaxud öz əvəzini qoyaraq mənsubə şəkilçisi olduğunu sübut edə getirə bilərik. Buradakı həyat tərzi və yaxud həyatın tərzi və yaxud öz tərzi, yəni mənsubə şəkilçisi olduğu üçün tərzi sözünü də götürə bilmərik. Başqa da çıxış təsirli hala bənzəyən isim olmadığı üçün də C variantını doğru cavablar sırasında götürə bilmərik. D-yə baxaq. Onun yaşla dolmuş və torlanmış gözü qatı qaranlıqda atı güclə seçdi. Onun gözü. Burada onun gözü söz birləşməsidir. Söz birləşməsinin daxilinə yaşla dolmuş və torlanmış sözləri daxil olmuşdur. Və lakin bu söz öz gözü, yəni mənsubə şəkilçisi olduğunu sübuta yetiririk. Söz birləşməsidir ümumiyyətlə. Onun gözü söz birləşməsidir. Gözü sözündəki ü isə təsirli hal deyil, məhz mənsubə şəkilçisidir. Sübuta da yetirə bilərik ki, öz gözü deyə biliriksə, demək ki, mənsubiyyətdə həqiqətən də qatı qaranlıqda atı güclə seçirdi. Qatı sözündəki ı, bəli, təsdiq hala şəkilçisidir və ismə qoşulub. Gəlin sübuta yetirək. Nəyi güclə seçdi? Atı və yaxud da bunu güclə seçdi deyə də bilirik. Atı sözünün yerinə bunu sözünü qoyaraq təsdiq halda olduğunu sübuta da yetirə bilərik. Bunu güclə seçdi. Nəyi? Atı. Və bu səbəbdən də elə doğru cavab variantımız olacaqdır. D variantı. Və lakin nəyə görə E olmadı? Gəlin baxaq. Kiçik daxmalarda yanan çıraqlar göydəki ulduzlar kimi parıldayırdı. Burada biz təsirli hala bənzəyən şəkilçi görmürük. Təsirli halının əlamətini görmürük heç bir sözdə. Bu səbəbdən də E variantının doğru cavablar sırasında götürə bilmərik. Elə doğru cavabımız məhz olacaqdır D variantı.